Bozayılar Göygöl Milli Parkında. Göygöl Milli Parkında hazırda payız fəslidir. Bu keçiddən bütün heyvanlar istifadə edir. Ancaq biz indi boz ayları izləyəcəyik. Onlar qış yuxusuna hazırlaşır. Son illərdə bölgədə qonur ayların artımı müşahidə olunur. Nə qədər ki, qar yağmayıb, onlar piy ehtiyatı toplamaq üçün çox qidalanmalıdır. Qar yerə düşənə qədər qida axtaracaqlar. Sonda isti, qorunaqlı bir mağara tapıb uzun qış yuxusuna gedəcəklər. Ayılar cüssəli, güclü, eyni zamanda təhlükəli heyvanlardır. Balaları ilə gəzərkən çox təhlükəlidir. Ayı və insan qarşılaşması çox olacaq. Ona görə ki, insan yaşayış arealını getdikcə artırmaqdadır. Bizim olduğu qədər heyvanların da olan bu yerdə həssas tarazlığı məhz insan qorumalıdır.